İnsanların susuzluqdan əziyyət çəkdiyi bir vaxtda hər yerə sayğac qoyulubdur. Yəni dərs sulara nə qədər pullar verilir, ancaq burada bir belə su axıb gedir. Ümumi sahəsi 6 hektar olan keçmiş Metallurq stadionu uzun illər Gəncənin idman həyatında mühüm rol oynayıb. Bir zamanlar bölgənin ən böyük idman obyektlərindən hesab olunan stadion bugün tamamilə baxımsız vəziyyətə düşüb. Gəncə xəbərin məlumatına görə ərazidə yalnız tribunalar və idman alətləri deyil, stadiona aid arteziyan çəni də deşilərək zədələnib. Nəticədə təmiz içməli su hər gün boş-boşuna axaraq israf olunur. Sakinlərin sözlərinə görə bu sudan əhali istifadə etmir. O əsasən stadionun ərazisindəki şam və digər ağacların suvarılmasında istifadə olunub. Şəhər sakinləri həm infrastrukturun baxımsız qalmasından, həm də suyun israf edilməsindən narahatdılar. Onlar aidiyyəti qurumlardan problemin təcili aradan qaldırılmasını və çənin təmir olunmasını tələb edirlər. Qeyd edək ki, hazırda Metallurq stadionu və onun ərazisi istifadəyə yararsız haldadır. Kompleksin gələcək taleyi ilə bağlı isə hələlik rəsmi qərar açıqlanmayıb. Saatlarla, bax indi günorta saatlarıdır. Yəqin ki bunu tezdən bax belə indi bilmirəm vurmaq, bunu hardansa vururlar ya nədir, keçirtmək yeri varmı, yəni onu bilmirəm. İndi bu artizan suyudur, yəqin ki hardansa yandırmaq, keçirtmək yeri var.